Abone olun, like edin, rey yazın, video linkini paylaşın. Sağ olun. Salam dəyərli 7-ci siniflər. Bugün ikinci hissədən səhifə 46-dan 7.1 turşular və turş mühit mövzusunun suallarına baxaq. Burada turşular haqqında ümumi məlumat verilib. Sonra 8-ci sinifdə isə biraz daha geniş məlumat orada olacaq. Onu da öyrənəcəksiniz. Gəlin baxaq, öyrəndiklərinizi tətbiq edin hissəsinə. Turşuların tərkibinin müxtəlif elementlərdən təşkil olunduğunu öyrəndiniz. Sizcə onların oxşar xassəli olmasına səbəb olan element hansıdır? Nə üçün belə düşünürsünüz? Baxın, elə mövzunun içərisində məsələn sulfid turşusu var idi, orta fosfat turşusu var idi. Bu ikisini elə götürək. Bunların hər birinin tərkibində hansı element var? Hidrogen. Onların hər birinin tərkibində oxşar xassəli olmasına səbəb olan element hidrogendir. Sonra ikinci suala baxaq. Məhəng daşının sirkə turşusu məhluluna əlavə etdikdə məhluldan tədricən qaz qabarcıqları ayrılır. Sizcə bu zaman hansı qaz ayrılır? Bu reaksiyanın sözsəliyini necə ifadə edərsiniz? Burada deməli, sirkə turşusu sözsəliyini yazsaq, sirkə turşusu üstə gəl əhəng daşı. Bu zaman uşaqlar ayrılan qaz karbon qazıdır. Əslində oradan karbonat turşusu alınır. Karbonat turşusu çox zəif turşudur. O da alınan kimi parçalanır karbon qazına. Karbon qazı ilə havada olur CO2 tənəffüs zamanı, yəni insan tərəfindən havaya buraxılan CO2 qazıdır. Bu karbon qazı adlanır. Su, üstəgəl sirkə turşusunun üstəgəl sirkə turşusunun kalsiyum duzu yazmalısınız. Kalsiyum duzu. Mən bu formulu özüm yazdım. Yəni sizin yazmağınız vacib deyil. İzah üçün yazdım mən. Sonra öyrəndiklərinizi oxuyun. Suallarına baxaq. Buradan bu zaman hansı qaz ayrılır deyirsə, burada karbon qazı yazacaqsınız cavab olaraq. Birinci sualda deyir ki, alma və ya üzümdən alınan turşunun formulunu yaz. Bunlardan alınan turşu sirkə turşusudur. İstəyirsiniz qarşısına adını da yaza bilərsiniz. Limon suyuna turş dadı verən hansı maddədir? Turş dadı verən elə bu turşulardan, turşuların adı oradan gəlir. Turş adına görə limon turşusu. Üçüncü sual. Mədəmizdə həzm prosesini tənzimləyən turşu xlorid turşusudur. Formulunu da yaza bilərsiniz, adını da yaza bilərsiniz. Xlorid turşusu. Dördüncü sual. Zəif turşuları güclü turşulardan necə fərqləndirmək olar? Zəif, təbii ki, bu niyə zəifdir, o birisi niyə güclüdür? Belə yaza bilərsiniz. Zəif və güclü turşuları kimyəvi aktivliklərinə əsasən fərqləndirmək olar. Güclü turşular kimyəvi cəhətdən daha aktiv olur. Belə yaza bilərsiniz. Yəni, güclü turşu onsuz da onun kimyəvi cəhətdən aktiv olmasına görə olur. 5-ci suala baxaq. Nə üçün bəzi təmizləyici vasitələri rezin əlcəksiz istifadə etdi? Onlar dərinin aşınmasına səbəb olur. İstifadə etməzdən əvvəl bu təmizləyici vasitənin aşınmaya səbəb olduğunu necə bilmək olar? Təmizlik vasitələrinin üzərində aşındırıcı maddə xəbərdarlıq nişanı varsa, mütləq əlcək istifadə etmək lazımdır. Həmin maddənin tərkibində turşu var deməkdir bu. Turşular aşındırıcı xüsusiyyətə malikdir. Ona görə də rezin əlcək taxıb əli turşudan qorumaq lazımdır. Bu formada yaza bilərsiniz. Bu qədər. Yəni orada dərinin aşınmasına səbəb orada turşunun olmasıdır. Bu qədər. Sağ olun, salamat qalın. Abone olun, like edin, rey yazın, video linkini paylaşın. Sağ olun.